Salam əziz izləyicilərim. Hər birinizi yenidən burada görmək necə xoşdur. İyul ayının o bürkülü, coşqulu enerjisi artıq gəldi və ulduzlar bu ay elə hadisələr hazırlayıb ki, bəzilərimizin həyatı tamamilə müsbət mənada alt-üst olacaq. Həmişəki kimi heç bir yerdə eşitmədiyiniz o şablon cümlələrdən uzaq, ən real və gizlinsiz aylıq proqnozlarla gəlmişəm. Oturun, səmimi bir çay, qəhvə için, çünki bugün həm uzun-uzadı dərdləşəcəyik, həm də videonun irəliləyən dəqiqələrində sizə iyul ayının enerjisini evinizə, cibinizə çəkəcək çox xüsusi sınaqdan keçmiş bir bolluq bərəkət ritualı hədiyyə edəcəm. O hissəni qətiyyən qaçırmayın. Keçid etməzdən öncə o gözəl əllərinizdə aşağıdan videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Zınqırovu da açın ki, hər ay, hər həftə bu səmimi mühitdə ilk yerinizi alasınız. Hazırsınızsa iyul ayının xəritəsini açaq. Görək ulduzlar bizə nələr pıçıldayır. Qoç. Qoçlar, iyul ayı sizin üçün çox sürətli və dinamik başlayır. Amma bu elə bir aydır ki, sanki həm hər şeyə qaçmaq istəyirsiniz, həm də enerjinizin harda bitəcəyini kəstirə bilmirsiniz. Bu ay emosiyalarınızı idarə etmək sizin ən böyük imtahanınız olacaq. Ay boyu ev daxilində xırda məişət məsələləri, bəlkə də bir müddətdir təxirə salınan təmir, əşya dəyişikliyi və ya köç mövzuları gərginlik yarada bilər. Yaxınlarınızın sizə dediyi sözləri dərhal hücum kimi qəbul etməyin. Onlar sadəcə kömək etmək istəyirlər. Subay qoçların qarşısına iyulda elə coşqulu, enerjili biri çıxa bilər ki, ürəyiniz fırtınaya düşər. Münasibəti olanlar isə bu ay partnyorunun kaprizlərinə biraz dözümlü yanaşmalıdırlar. Hər sözə cavab versəniz, mövzu aylarla uzana bilər. Pul məsələlərində bugün varam, sabah yoxam məntiqi ilə hərəkət etməyin. İyul ayı sizə gözlənilməz bir xərc çıxara bilər. Ola bilsin texnika və ya evlə bağlı. Ona görə də kənarda biraz ehtiyat saxlamaq pis olmazdı. İş yerində haqsızlığa dözə bilmədiyiniz bir məqam olacaq. Amma rəhbərliklə danışarkən səsinizi yox, arqumentlərinizi ucaldın. Haqlı ola-ola hiddətiniz ucbatından karyeranızda hər şeyi korlamayın. Yüksək təzyiq və günvurma təhlükəsinə qarşı diqqətli olun. Günün isti saatlarında çöldə çox qalmamağa çalışın. Bol su için. Qoçlar bu ay nədən uzaq dursunlar? İnsanlarla ideallaşmaqdan, rəsmi şəxslərlə mübahisədən və mən deyəndir inadkarlığından. Qoçlar üçün bu ay nə ən uğurludur? Köhnə yarımçıq sənədləri qaydasına salmaq, daşınmaz əmlak sənədləşmələri və bədəni fiziki olaraq çox yormayan qısa səyahətlər. Qoçlara ayın məsləhəti: hər alova odunla getməyin. Bəzən sakitcə kənardan sönməsini gözləmək ən böyük müdriklikdir. Buğa. Buğalar, iyul ayının bu isti günləri sizin o sevdiyiniz ocaq huzurunu, o komfort zonasını biraz silkələyə bilər. Amma qorxmayın. Bu silkələnmə sizi yuxudan oyatmaq və qarşıdakı böyük şansları görməyiniz üçündür. Valideynlər və ya yaşca böyük qohumlarla bağlı xoş bir məsuliyyət üzərinizə düşə bilər. Onların xeyir duasını almaq sizə elə bir daxili güc verəcək ki, ay boyu çiyinlərinizdəki yük sizə ağır gəlməyəcək. Sevgidə gizli qalan duyğular dilə gəlir. Əgər uzun zamandır içinizdə saxladığınız bir etiraf varsa, bu ay tam zamanıdır. Münasibəti olanlar isə iyulda birlikdə gələcəyə dair çox ciddi, bəlkə də biraz maddi çalarları olan, ev almaq, toy etmək barədə planlar quracaqlar. Keçmişdə əkdiyiniz toxumların bəhrəsini yavaş-yavaş yığırsınız. Maliyyə baxımından özünüzü güvəndə hiss edəcəyiniz mühüm xəbərlər gələ bilər. Amma yenə də lüks və lazımsız xərclərə biraz ara verin. İş mühitində sizin stabilliyiniz və soyuqqanlılığınız hamının diqqətini çəkəcək. Həmkarlarınız arasında yaranan bir böhranı məhz sizin məntiqiniz həll edəcək. Bu da ayın sonunda nüfuzunuzu xeyli artıracaq.
Boyun, boğaz və çiyin nahiyəsində gərginlik, oturaq işlə əlaqədar ağrılar ola bilər. Kondisioner havasına və soyuq içkilərə qarşı həssas olun. Buğalar bu ay nədən uzaq dursunlar? Yeniliklərə qapı bağlamaqdan və dəyişiklik qorxusundan. Buğalar üçün nələr ən uğurludur? Daşınmaz əmlak araşdırmaları, uzun müddətli bank əmanətləri və torpaqla, bağ-bağça işləri ilə məşğul olmaq. Ayın buğalara məsləhəti. Gök saldığınız yer gözəldir, amma bəzən budaqlarınızı göyə doğru uzatmaq üçün küləyə və yeniliklərə müqavimət göstərməməlisiniz. Əkizlər. Əkizlər, ad günləri mövsümü bitsə də, daxili dinamikanız hələ də yerindədir. Bu ay zehniniz biraz qarışıq ola bilər. Çünki eyni anda bir neçə qərarı vermək və fərqli yollardan birini seçmək məcburiyyətində qalacaqsınız. Yaxın ətrafınız, qonşular və qardaş-bacılarla münasibətlərdə səmimiyyət testindən keçə bilərsiniz. Kiminsə sizə qarşı tam dürüst olmadığını hiss etsəniz, dərhal davadalar salmayın. Sadəcə araya sağlam və məsafəli bir sərhəd qoyun. Sözləriniz bu ay həm sığalda bilər, həm də yaralaya bilər. Sevdiyiniz insana qarşı zarafat edərkən və ya tənqid edərkən həddi aşmamağa çalışın. Çünki qarşı tərəf iyulda çox həssas ola bilər. Subaylar üçün virtual aləmdə çox maraqlı, intellektual bir yazışma başlaya bilər. Maliyyə vəziyyətiniz iyulda bir qədər dalğalıdır. Bir gün özünüzü çox zəngin, növbəti gün isə sıxıntı içində hiss edə bilərsiniz. Xərclərinizi mütləq bir kağıza və ya tətbiqə yazıb balans yaradın. İdeyalarınızı satmaq, təqdimat etmək, müqavilə bağlamaq üçün möhtəşəm zamandır. Əgər ticarətlə, reklamla və ya logistika ilə məşğulsunuzsa, ayın ikinci yarısı çox uğurlu müqavilələr bağlaya bilərsiniz. Zehni yorğunluq, stres və yuxusuzluq bu ayın əsas problemidir. Yatmazdan əvvəl telefonla vaxt keçirməyi minimuma indirin. Təmiz havada gəzin. Əkizlər iyul ayında nədən uzaq dursunlar? Yerinə yetirməyəcəyiniz boş vədlər verməkdən və eyni anda iki fərqli böyük işə yapışmaqdan. Nələr bu ay əkizlər üçün uğurludur? Yeni kitablar oxumaq, qısa müddətli dil təlimlərinə qatılmaq, maşın alqı-satqısı. Ayın əkizlər bürcünə olan məsləhəti. Hər sualın cavabını dərhal tapmaq məcburiyyətində deyilsiniz. Bəzən zamanın özü ən doğru cavabı qarşınıza çıxarır. Xərçəng. Əziz xərçənglər, ulduzunuz parıldayır. Günəş sizin bürcünüzdədir və daxili gücünüz, cazibəniz maksimum həddədir. Bu ay sanki ətrafınızdakı hər kəs sizin sevginizə, məsləhətinizə və mənəvi dəstəyinizə möhtacdır. Evinizdə əsil hüzur, ab-havası yaratmaq sizin əlinizdədir. Ailə daxilində köhnə, üstü örtülmüş mövzular yenidən açıla bilər. Amma sizin o şəfqətli, ana-ata kimi yanaşmanız sayəsində hər şey sülhlə həll olunacaq. Sevgidə unudulmaz bir ay sizi gözləyir. Əgər həyatınızda kimsə varsa, onun sizə qarşı xüsusi diqqəti daxili qorxularınızı tamamilə yox edəcək. Subay xərçəngləri isə keçmişdən gələn bir mesajla və ya təsadüfi bir görüşlə yenidən həyəcanlana bilərlər. Özünüzə, şəxsi inkişafınıza və estetik görünüşünüzə xərcləyəcəyiniz pullar bu ay sizə böyük mənəvi rahatlıq və uğur gətirəcək. Maddi durumunuz sabitdir. Hətta gözlənilməz kiçik hədiyyələr ola bilər. İş yerində layihələrinizi, ideyalarınızı təqdim etməkdən qətiyyən çəkinməyin. İnkişaf etmək və diqqət çəkmək sizin üçün idealdır. Rəhbərlik sizin daxili potensialınızı indi daha aydın görür və qiymətləndirir. Emosional vəziyyətiniz birbaşa mədənizə və həzm sisteminizə təsir edir. Gərgin və əsəbi anlarda yemək yeməkdən və ya hədsiz şirniyyat qəbulundan uzaq durun. Xərçənglər bu ay nədən uzaq dursunlar? Başqalarının dərdini öz dərdi kimi qəbul edib gecələr gözyaşı tökməkdən və keçmişin xatirələrinə qapanmaqdan. Xərçənglər üçün bu ay nə ən uğurludur? İmij dəyişikliyi, saç kəsimi, qardirobu yeniləmək,
ad günü planları və fərdi inkişaf ritualları. Ayın xərçəng bürclərinə olan məsləhəti. Siz hər kəsin sığınacağı olan bir limansınız. Amma unutmayın ki, o limanın da arabir təmirə, sakitliyə və özünə baxmağa ehtiyacı var. Mənim gözəl izləyicilərim, ilk 4 bürcümüzü tamamladıq. Hər birinizin həyatında iyulun gəlişi ilə maraqlı bir enerji oyanıb. İndi isə gəlin şərhlərdə bir yerə yığışaq və sizə belə bir sual verim. Həyatınızda elə bir hadisə olubmu ki, həmin an çox böyük bir itki və ya uğursuzluq kimi görünsün. Amma zaman keçdikcə, yaxşı ki o vaxt elə olub, yoxsa indiki vəziyyətdə bu gözəl həyatım olmazdı deyəsiz. Şərhlərinizi tək-tək oxuyub ürək qoyacağam. Daxili hekayələrinizi mənimlə bölüşün və xatırladım ki, əgər hələ də kanalımıza abunə deyilsinizsə, elə indi aşağıdan abunə olun. Çünki bir neçə bürcdən sonra sizə vəd etdiyim o özəl iyul ayının bərəkət ritualını izah edəcəm. İndi isə davam edirik. Şir. Şirlər, iyul ayının əvvəli və ortaları sizin üçün biraz pərdə arxası ssenarilərlə doludur. Səhnəyə çıxıb parıldamaq ərəfəsindəsiz. Çünki ad gününüz yaxınlaşır. Amma ulduzlar deyir ki, enerjinizi boş yerə xərcləməmək üçün biraz səssiz qalmaq, daxili dünyanıza çəkilmək lazımdır. Ailə üzvlərindən bəzilərinin gizli sıxıntıları ola bilər və onlar bunu sizdən gizlətməyə çalışa bilərlər. Diqqətli olun, yaxınlarınızın sizə demədiyi, amma gözlərindən oxunan problemlərə qarşı həssas və köməkçil yanaşın. Sevgidə biraz qərarsızlıq və tənhalıq dövrüdür. Münasibəti olanlar partnyorunu tam anlaya bilmədiklərini düşünüb geri çəkilə bilərlər. Subay şirləri isə gizli bir heyranın varlığından xəbər tuta bilərlər. Amma hələ ki hər şeyi gizli saxlamaq ən yaxşısıdır. Bu ay gizli xərclər, xeyriyyə işləri və ya unudulmuş borclar gündəmə gələ bilər. Maliyyə sənədlərinizi, onlayn ödənişlərinizi və bank kartı təhlükəsizliyinizi nəzarətdə saxlayın. Böyük və səs-küylü işlərə başlamaq üçün ayın sonunu gözləyin. Hazırda kölgədə qalıb gələcək strategiyalarınızı qurmaq, arxiv təmizləmək və rəqiblərinizin gedişlərini izləmək sizə daha çox uğur gətirəcək. İmmunitetiniz və daxili enerjiniz bu ay biraz aşağı düşə bilər. Vitamin qəbuluna, psixoloji hüzura və xüsusilə yuxu rejiminə maksimum diqqət edin. Bu ay şirlər nədən uzaq dursunlar? Böyük izdihamlardan, dedikodu mühitlərindən, gizli intriqalardan və öz sirlərini hər kəsə açmaqdan. Şirlər üçün bu ay nələr ən uğurludur? Psixoloji kitablar oxumaq, meditasiya, dua, təklikdə yaradıcılıqla məşğul olmaq və daxili təmizlik ritualları. Ayın şir bürclərinə olan məsləhəti. Həmişə ön cərgədə olmaq məcburiyyətində deyilsiniz. Bəzən ən arxa cərgədə oturub hər şeyi səssizcə izləmək insana daha böyük bir güc verir. Qız. Qızlar, bu ay sizin üçün əsl dostluq, sosial əlaqələr və böyük arzuların qapısını döymək vaxtıdır. Bir müddətdir davam edən o daxili qapanma hissi yerini tamamilə aktiv, canlı və kollektiv bir enerjiyə buraxır. Ailədə gələcəklə bağlı mühüm planlar qurula bilər. Ola bilsin ki, birgə investisiya, böyük bir ailəvi tədbirin təşkili və ya ortaq bir mülk məsələsi müzakirə olunsun. Məntiqiniz hər zamanki kimi hamını doğru yola yönəldəcək. Dost mühitində daxil olduğunuz qruplarda tanış olduğunuz bir insanla aranızda ciddi bir qığılcım yarana bilər. Münasibəti olanlar isə bu ay partnyoru ilə sadəcə sevgili yox, həm də ən yaxın dost olmağın dadını çıxaracaqlar. Sosial şəbəkələr, internet, dərnəklər və ya komanda işlərindən gözlənilməz qazanclar əldə edə bilərsiniz. Büdcəniz müsbətə doğru gedir. Xəyallarınızı gerçəkləşdirmək üçün maddi imkanlar yaranacaq. Tək başına qaçmaq yox, komanda ilə işləmək vaxtıdır. Əgər bir layihəniz və ya ideyanız varsa, onu güvəndiyiniz həmkarlarınızla və ya ortaqlarınızla bölüşün. Ortaq ağıl sizə böyük layihələrin qapısını açacaq. Sinir sisteminiz bu ay oyaq, oynaq nahiyəniz bu ay həssas ola bilər. Gün ərzində çox hərəkətdə olursunuzsa,
Axşamlar bədəninizi dincəltməyi, rəqəmsal detoks etməyi laqeyd qoymayın. Bu ay qız bürcləri nədən uzaq dursunlar? Ətrafdakı insanların hər işini mükəmməlləşdirməyə çalışıb, özünü stressə salmaqdan və insanları sərt tənqid etməkdən. Nələr bu ay qız bürcləri üçün ən uğurludur? İctimai tədbirlər, dərnəklərə qoşulmaq, xeyriyyə işləri və gələcəyə dair arzu xəritəsi hazırlamaq. Ayın qız bürclərinə olan məsləhəti: insanlara kömək etmək gözəldir, amma özünüzü tamamilə unudaraq başqalarının problemlərini həll etməyi həyatınızın mərkəzinə qoymayın. Mənim əziz izləyicilərim, bura qədər gəlmişiksə, deməli o gözəl hədiyyənin vaxtı çatıb. İyul ayının enerjisi su və bərəkətlə sıx bağlıdır. Bu ay evinizə, işinizə pulun və ruzinin axması üçün çox sadə, amma təsirli bir darçın və su ritualı deyəcəm. İyul ayının hər hansı bir səhəri, xüsusilə ayın əvvəlləri, evinizin giriş qapısını daxildən xaricə doğru açın. Əlinizə bir çimdik üyüdülmüş darçın götürün. Qapının astanasında dayanıb daxilə doğru baxaraq içinizdən tam səmimi və dostca bu sözləri deyin. İyul ayı ilə birlikdə evimə, həyatıma, cibimə sonsuz bərəkət və ruzi və uğur axır. Qapım hər zaman gözəlliklərə açıqdır. Və həmin darçını evinizin içinə doğru yüngülcə üfürün. O darçın tozları yerdə 24 saat qalsın. Növbəti gün təmizləyə bilərsiniz. Evinizə gələn o xoş qoxu və bərəkət enerjisi həyatınızı dəyişəcək. Sınaqdan keçirin və nəticələri mütləq mənə yazın. İyul ayının o biri bürcləri ilə davam edirik. Tərəzi. Tərəzilər, bu ay sizin karyeranızda, cəmiyyətdəki mövqeyinizə əsl sıçrayış və parıltı dövrüdür. Bütün spot işıqları sizin üzərinizə yönələcək. Əgər uzun zamandır əməyinizin qiymətləndirilmədiyini düşünürsünüzsə, iyulda hər şey sizin xeyrinizə dəyişir. İşinizin, karyeranızın sıxlığı səbəbindən evdəkilərə kifayət qədər zaman ayıra bilməməyiniz xırda narazılıqlar yarada bilər. Amma siz o diplomatik dilinizlə, o şirinliyinizlə dərhal balansı bərpa edəcəksiniz. Ailə böyüklərinin fəxr mənbəyi olacaqsınız. İctimai mühitdə, işgüzar görüşlərdə və ya statuslu insanların olduğu bir yerdə maraqlı bir tanışlıq ola bilər. Münasibəti olanlar üçün isə bu ay münasibətləri cəmiyyətə elan etmək, rəsmiləşdirmək və ya ciddi gələcək addımları atmaq üçün çox uyğundur. Uğurlu işləriniz birbaşa gəlirlərinizə təsir edəcək. Maaş artımı, yeni gəlirli bir layihə və ya gözlənilməz bonuslar ola bilər. Amma qazandıqca xərcləmək, lüksə qaçmaq istəyiniz də artacaq. Özünüzü biraz saxlayın. Karyeranızda yeni iş təklifləri, vəzifə artımı və ya rəhbərlikdən gələn böyük təriflər sizi motivasiya edəcək. İdeyalarınızı müdiriyyət qarşısında çəkinmədən deyin. Stres və gərgin iş qrafiki səbəbindən kürək, boyun, onurğa ağrıları ola bilər. Oturuş pozisiyanıza diqqət edin. Yüngül idman və ya masajla bədəninizi rahatladın. Bu ay tərəzilər nədən uzaq dursunlar? Şəxsi həyatı tamamilə unudub işə qapanmaqdan və hər kəsə yaxşı insan görünmək üçün yox deyə bilməməkdən. Nələr bu ay tərəzilər üçün ən uğurludur? Müsahibələrə getmək, rəhbərliklə ciddi şərtləri danışmaq, mühüm layihələrin startını vermək və şəxsi vizual imici yeniləmək. Ayın tərəzi bürclərinə olan məsləhəti: siz tərəzisiz, tarazlığı qorumaq sizin geninizdə var. İş güclüdürsə sevgiyə və özünüzə bir o qədər də yer ayırın. Ruhunuz ac qalmasın. Əqrəb. Əqrəblər, iyul ayı sizin dünya görüşünüzü, üfüqlərinizi genişləndirmək üçün gəlir. Daxilinizdə olan o dərin su enerjisi sizi fərqli fəlsəfələrə, uzaq ölkələrə, yeni biliklərə doğru çəkir. Rutindən bezmisiniz və bu ay böyük dəyişikliklər istəyirsiniz. Fərqli şəhərdə və ya xaricdə olan qohumlarla bağlı mühüm xəbərlər, bəlkə də qonaqlıqlar gündəmə gələ bilər. Ailədə dünya görüşü və
və fikir fərqliliyinə görə yaranan mübahisələrdə dərhal manipulyasiyaya əl atmayın, qarşı tərəfi səbrlə dinləyin. Sevgidə fərqli mədəniyyətdən olan birinə qarşı hisslər oyana bilər və ya uzaq məsafəli, maraqlı bir eşq macərası başlaya bilər. Münasibəti olanlar üçün tərəfdaşı ilə birlikdə uzaq bir səfərə çıxmaq bağları dərindən yeniləyəcək. Təhsil, xarici sənədlər, viza və ya səyahətlərlə bağlı bəzi böyük xərclər çıxa bilər. Amma bu xərclər gələcəkdə sizə mənəvi və maddi qazanc olaraq geri dönəcək. Heyfslənməyin. Əgər təhsil, media, akademiya, hüquq və ya beynəlxalq əlaqələr sahəsindəsinizsə, iyul sizin ayınızdır. Hüquqi məsələləriniz, məhkəmə işləriniz və ya beynəlxalq müqavilələriniz çox rahatlıqla həll olunacaq. Qaraciyər, öd kisəsi və bud nahiyələrinə diqqət edin. Ağır yağlı yeməklərdən iyulun bu isti günlərində uzaq durmaq və bol maye qəbul etmək bədəninizə çox yaxşı təsir edəcək. Bu ay əqrəblər nədən uzaq dursunlar? Hər şeyin altında gizli bir düşmənçilik, sətir altı məna axtarmaqdan və insanları hədsiz şübhə ilə sınamaqdan. Nələr bu ay əqrəblər üçün ən uğurludur? Səyahət biletləri almaq, xarici dil dərslərinə və ya mühüm kurslara başlamaq, viza və hüquqi sənədləri bitirmək. İyul ayının əqrəblərə olan məsləhəti: intuisiyanız güclüdür, bəli. Amma bəzən sadəcə həyatın səthində qalıb, dərinə enmədən də axınla hərəkət etmək insana rahatlıq gətirir. Oxatan. Oxatanlar, iyulun əvvəli və ortaları sizin üçün biraz daxili transformasiya, maliyyə məsələləri və böhran idarə etməsi dövrüdür. Amma siz od bürclərisiniz, çətinliklərdən qorxmursunuz, əksinə onlardan ilham alırsınız. Qorxularınızla üzləşmək vaxtıdır. Ortaq ailə büdcəsi, miras, kreditlər və ya sığorta məsələləri gündəmə gələ bilər. Ailə daxilində pulla bağlı məsələləri danışarkən emosional deyil, tamamilə məntiqli və soyuqqanlı və ədalətli olun. Münasibətlərdə ehtiras, amma eyni zamanda qısqanclıq və sahiblənmə duyğusu da arta bilər. Tərəfdaşınızı tamamilə nəzarətdə saxlamaq istəyiniz aranızda soyuqluq yarada bilər. Ona azadlıq tanıyın. Subaylar üçün daxili aləmi dərindən sarsıdacaq gizli bir cazibə ola bilər. Bank işləri, vergilər, kreditlər və ya borclar bu ay ciddi diqqət tələb edir. Əgər borcunuz varsa, onu bağlamaq üçün yaxşı bir maliyyə imkanı yarana bilər. Başqalarından, həyat yoldaşı, ailə və ya ortaq gələn maddi dəstək arta bilər. Pərdə arxası rəqibləriniz və ya paxıllığınızı çəkənlər fəallaşa bilər. Amma sizin o böyük optimizminiz və ox kimi hədəfə fokuslanmağınız onların bütün planlarını alt-üst edəcək. İş yerində gizli söhbətlərə qoşulmayın. Kiçik cərrahiyyə müdaxilələri, detoks proqramları və ya diş müalicəsi üçün uyğun aydır. Enerjinizi yeniləmək üçün su kənarında vaxt keçirin. Bu ay oxatanlar nədən uzaq dursunlar? Böyük riskli maliyyə investisiyalarından, qumardan və tələsik öhdəliyinə girə bilməyəcəyiniz kreditlərdən. Bu ay oxatanlar üçün nələr ən uğurludur? Borcları strukturlaşdırmaq, psixoloji terapiyalar, zərərli vərdişlərdən imtina və lazımsız əşyalardan xilas olmaq. Ayın oxatanlar üçün məsləhəti: Seymur quşu kimi yenidən doğulmaq üçün köhnə, çürümüş və sizə yük olan vərdişlərinizin tamamilə yanmasına və bitməsinə icazə verməlisiniz. Oğlaq. Oğlaqlar, bu ay ulduzlar sizə deyir ki, artıq tək başına hər hərəkəti idarə etmək dövrü deyil. Bütün diqqətiniz biz anlayışına, yəni evliliyə, uzun müddətli tərəfdaşlıqlara və ya iş şəriklərinə yönələcək. Həyat yoldaşınız və ya ən yaxın sirdaşlarınızla bəzi prinsipal fikir ayrılıqları ola bilər. Sərt, hərbi prinsiplərinizi biraz yumşaldın. Unutmayın ki, ailədə qaydalar yox, hisslər və ortaq dil danışmalıdır. Güzəştə getməyi sınayın. Münasibəti olan oğlaqlar üçün evlilik qərarı, nişan, elçilik və ya münasibəti ciddi bir rəsmi mərhələyə daşımaq üçün möhtəşəm aydır. Subay oğlaqlar tamamilə ciddi, etibarlı, gələcəyə yönəlmiş və ayaqları yerə möhkəm basan bir insanla tanış ola bilərlər. Ortaq qazanclar və ya müqavilələrdən gələn pullar gündəmdədir. Şəriklik əsasında qurulan işlərdə gəlirlər arta bilər. Hüquqi sənədləri imzalayarkən
Bəndləri yaxşı oxuyun, tələsməyin. Diplomatik əlaqələr, müştərilərlə iş və müqavilələr ön plandadır. Bu ay rəqibləriniz sizə qarşı çox açıq oynayacaqlar. Bu da sizin gedişlərinizi və qalibiyyətinizi asanlaşdıracaq. Birgə fəaliyyətlər uğur gətirəcək. Bel, oynaqlar, sümüklər və böyrək nahiyəsinə diqqət yetirin. Gün ərzində su qəbulunu nizamlı etmək bədəninizə çox kömək edəcək. Bu ay oğlaqlar nədən uzaq dursunlar? Qarşı tərəfə qarşı soyuq, emosiyasız və robotik davranmaqdan. Duyğularınızı biruzə verin, şirin dildən istifadə edin. Bu ay oğlaqlar üçün nə ən uğurludur? Barışıq addımları, yeni müqavilələrin imzalanması, ortaq layihələr və evlilik təklifləri. Ayın Oğlaq bürclərinə olan məsləhəti: hər şeyi tək başına çiyinlərində daşıya bilərsən. Bəli, sən güclüsən, amma bəzən yükü sevdiyin insanla bölüşmək həyatın dadını çıxarmağa kömək edir. Dolça. Dolçalar, bu ay sizin üçün əsl nizam-intizam, iş, güc, sağlamlıq və gündəlik rutinləri qaydaya salmaq ayıdır. İyulun gəlişi ilə sizə həm çoxlu iş gəlir, həm də həyatınızın hər sahəsində böyük bir təmizlik etmək istəyi oyanır. Ev daxilində görülməli olan xırda, məişət yönümlü amma yıxılıb qaldığı üçün göz yoran işlər sizin çiyinlərinizə düşə bilər. Əgər ev heyvanınız varsa, onun sağlamlığı və baxımı ilə məşğul ola bilərsiniz. Ailədən kömək istəməkdən çəkinməyin. Sevgidə böyük, pafoslu, romantik cümlələrdən ziyadə əməli hərəkətlər önəmli olacaq. Partnyorunuzun sizin üçün etdiyi praktiki bir kömək, məsələn, bir işinizi həll etməsi, sizə dəstək olması, sizə onun sevgisini sözlərdən daha aydın göstərəcək. Pul məsələlərində çox rasional və hesablı olacaqsınız. Lazımsız xərcləri kəsmək, büdcə planlaması etmək və qənaət rejiminə keçərək gələcək yatırımlar üçün pul toplamaq adına əla bir aydır. Çox sıx və yorucu bir iş qrafiki sizi gözləyir. Masanızın üzərindəki ofisinizdəki yarımçıq sənədləri, layihələri tamamilə təmizləyəcəksiniz. İş yoldaşları və tabeliyinizdə olan şəxslərlə münasibətlərdə xırda intriqalardan uzaq durun. Sağlamlıq bu ay sizin üçün ən vacib mövzudur. Rutin, tibbi müayinələrdən keçmək, analiz vermək, diş həkimi ilə görüşmək və yeni bir pəhrizə, idmana başlamaq üçün ulduzlar tam dəstək verir. Bu ay dolçalar nədən uzaq dursunlar? İşdə hər şeyi öz üzərinə götürüb fiziki və mənəvi olaraq tükənməkdən və xırda detallara hədsiz ilişib qalmaqdan. Bu ay dolçalar üçün nə ən uğurludur? Tibbi detoks proqramları, ev, ofis təmizliyi, gündəlik faydalı vərdişləri yeniləmək və idman rejimini qurmaq. Ayın dolçalara olan məsləhəti: kiçik addımlar böyük nəticələri doğurur. Həyatınızı bir gündə tamamilə dəyişə bilməzsiniz, amma gündəlik xırda vərdişlərinizi dəyişməklə hər şeyə nail ola bilərsiniz. Balıqlar. İyul ayı balıqlar bürcü üçün əsl bayram, ürək dolusu eşq, ilham və yaradıcılıq enerjisi gətirir. Həyatın boz günləri bitdi. İndi tam rəngarəng bir səhnədəsiniz. Övladları olan balıqlar üçün uşaqları ilə birgə çox sevindirici, qürur verici və uğurlu xəbərlər gələ bilər. Ailədə gənc nəsillə münasibətlər çox harmonik və səmimidir. Evinizdən qonaq qara, gülüş səsləri əksik olmayacaq. İyul ayının sevgi və cazibə ulduzu birmənalı olaraq sizsiz. Subay balıqlar, elə bir eşq qapıdadır ki, sanki kinolardakı kimi həm romantik, həm də çox dərin hisslərlə doludur. Münasibəti olanlar üçün isə münasibətlərindəki o ilk günlərin həyəcanını, alovunu yenidən coşduracaqlar. Şansınız iyulda çox açıqdır. Hobbilərinizdən, yaradıcı işlərinizdən, çəkdiyiniz videolardan və ya vizual layihələrdən gözlənilməz gözəl gəlirlər əldə edə bilərsiniz. Pul sizə estetik sahələrdən gələcək. Şans oyunlarında da bəxtiniz sınana bilər. Yaradıcı sahədə dizayn, kontent yaradıcılığı, incəsənət və ya səhnə ilə məşğul olan balıqlar iyulda böyük uğurlara imza atacaqlar. İdeyalarınız tamamilə orijinal, estetik və diqqət çəkəndir. Hamı sizin zövqünüzdən danışacaq. Fiziki və mənəvi olaraq enerjiniz çox yüksəkdir.
özünüzü gümrah hiss edəcəksiniz. Sadəcə getdiyiniz əyləncə və məclislərdə şirniyyat, ağır qidalar qəbuluna biraz diqqət edin ki, mədəniz inciməsin. Bu ay balıqlar nədən uzaq dursunlar? Reallıqdan tamamilə qopub xəyal dünyasında itməkdən, məsuliyyətləri təxirə salmaqdan, qumar kimi riskli maliyyə oyunlarından. Bu ay balıqlar üçün nə ən uğurludur? Romantik görüşlər, yeni bir yaradıcı hobbi tapmaq, vizual çəkilişlər, rəngarəng layihələr və uşaqlarla əyləncəli vaxt keçirmək. Ayın balıqlar bürcünə olan məsləhəti, içinizdəki o yaradıcı uşağın əlindən tutun və buraxın, o sizi idarə etsin. Bu ay quru məntiqlə deyil, tamamilə ürəyinizlə, vizual zövqünüzlə və o möhtəşəm intuisiyanızla hərəkət etmək vaxtıdır. Mənim gözəl izləyicilərim, iyul ayının bu möhtəşəm aylıq proqnozu və ulduzların bizə mesajları bu qədər. Ümid edirəm ki, o özəl darçın bərəkət ritualı həyatınıza işıq saçacaq. Ayınız uğurlu, cibiniz dolu, ürəyiniz sevgi ilə vursun. Videonu bəyənməyi, o maraqlı daxili səs itki sualının cavabını şərhlərdə yazmağı hələ də etməmisinizsə, kanalıma abunə olmağı unutmayın. Gələn ay yenə eyni yerdə, eyni səmimiyyətdə görüşənədək özünüzə çox yaxşı baxın. Ulduzunuz daim parlasın.